Kremldən Zəngəzur təhdidi. Zəngəzur bizsiz açılarsa. Bəli, gündəm xəbərin efirində 9 fevral tarixidir və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Rusiya hələ də Güney Qafqazda öz əvvəlki dayaqlarını bərpa edəcəyinə ümid edir. Təsadüfi deyil ki, bu ölkənin baş diplomatı Sergey Lavrov 2020-2022-ci illərdə imzalanmış üç tərəfli sənədlər Cənubi Qafqazda iqtisadi, nəqliyyat və kommunikasiya xəttlərinin açılması baxımından hələ də aktualdır deyib. Əslində bu sadəcə keçmiş razılaşmanın xatırladılması deyil, konkret siyasi mesajdır. Bu bəyanatla Moskva şübhə yox ki, regiondakı proseslərin hüquqi və siyasi əsasının hələ də Moskvanın iştirakı ilə formalaşmalı olduğunu vurğulayır. Qeyd eləyək ki, əsas hədəflərdən biri əlbəttə Zəngəzur istiqamətidir. Lavrovun açıqlaması dolayı ilə onu göstərir ki, Rusiya Zəngəzur dəhlizinə texniki və ya sırf iqtisadi məsələ kimi yox, siyasi nəzarət aləti kimi baxır. Yəni ki, dəhliz yalnız Rusiyanın iştirakı ilə onun müəyyən etdiyi şərtlər və təhlükəsizlik mexanizmləri daxilində açıla bilər. Baxmayaraq ki, Ermənistan parlamentinin spikeri Alin Simonyan Moskvanın Tramp yolunda iştirakını absurd adlandırıb. Bəs Rusiya TRIP layihəsində necə iştirak edə bilər və Lavrov nəyə işarə eləyir? Bununla bağlı Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Aydın Hüseynov Müsavat.com-a açıqlama bildirib. O deyir ki, beynəlxalq sülh və rifah üçün Tramp marşrutu TRIP layihəsinin konkret texniki və hüquqi detalları hələ də tam şəkildə sənədləşdirilməsə də, onun əsas məqsədi regionda sərhədsiz nəqliyyat və yük daşıma koridoru yaratmaqdır. Onun fikrincə, Lavrovun açıqlamasından belə görünür ki, Rusiya TRIP layihəsində iştirak yollarını axtarır. Eyni zamanda Moskva özünü Cənubi Qafqazda sülh danışıqlarının aparıcısı və vasitəçisi kimi göstərməyə çalışır. Lavrov üç tərəfli sənədlərin aktuallığını vurğulayaraq bu rolu qorumaq istəyir. Moskva hesab edir ki, Rusiya Şimal-Cənub dəhlizi kimi öz regional nəqliyyat layihələri ilə TRIP Zəngəzur dəhlizinin əlaqələndirilməsində rol oynaya bilər. Məsələn, Şimal-Cənub marşrutu və digər dəhlizlər vasitəsilə yük aşırmanın artırılmasında iştirak eləməklə, bu yolla. Eyni zamanda onların zaman-zaman səsləndirdikləri bəyanatlardan bu qənaətə gəlmək mümkündür ki, Rusiya biznes və dövlət strukturları regionun logistika və transit layihələrinə investisiya verə bilər. Bu isə layihənin icrasını daha çox məkan və təsir dairəsində saxlaya bilər və daxil eləyə bilər. Deputat hesab eləyir ki, Lavrovun sözü gedən açıqlaması həm də Ermənistan parlamentinin spikeri Alin Simonyanın bir həftə öncə səsləndirdiyi Rusiyanın TRIP layihəsində iştirakı absurd olar bəyanatına cavab da sayıla bilər. Lavrov dolayısıyla Ermənistanın Zəngəzur yolu ilə bağlı razılaşmaya riayət etmədiyini işarə eləyib. Rusiyalı nazirin 2020-2022-ci illərdə imzalanmış sənədlərdə nəzərdə tutulmuş nəqliyyat və iqtisadi kommunikasiyaların açılması hələ də regionun sabitliyi və inkişafı üçün əsaslı fikirləri də buna işarə sayılır. Açıq və dolayısıyla bildirilir ki, Rusiya bu sənədlərin ruhuna əməl edilməsini istəyir. Çünki bu, Moskvanın regionda vasitəçilik rolunu saxlamasının vacib hissəsidir, deyə deputat bildirib.